Suraxanıda Gömrük Komitəsinin əməkdaşı 16 yaşlı yeniyetmə tərəfindən qətlə yetirilib. 3 uşaq atasının öldürülməsi səbəb nə olub? Daha ətraflı reportajdan biləcəyik. 43 yaşlı Gömrük əməkdaşı qətlə yetirildi, yeniyetmə saxlanıldı. Dövlət Gömrük Komitəsinin hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev özünə məxsus olan bu mağazanın qarşısında qətlə yetirilib. Onu 16 yaşlı yeniyetmə öldürüb. Hadisənin dəqiq səbəbləri bəlli olmasa da həmin şəxs artıq saxlanılıb. Hadisə Suraxanı rayonu İlham Şükürov küçəsi ev 6 ünvanında baş verib. Günorta saatlarında səsküyə qonşular çıxıb. Onlar həmin vaxt Ayxanı yerdə qan içində görüblər. Artıq iş işdən keçmiş olub. Mən evdəydim, işitmədim. Sonra çıxdım, gördüm ki, Ayxan qanın içindədir. Ayxan Mustafayevin qohumları ilə həmsöhbət olduq. Dedilər ki, yeniyetmə mərhuma ürəyindən bir bıçaq zərbəsi vurub. Onu xəstəxanaya aparsalar da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Uşaq narkoman idi, nə idi bilmirik də, polis araşdırması gedir. Heç nədən burada həmin və burada vurub bıçaqla qaçıb. Başqa, yəni bizim deyəcək elə bir sözümüz yoxdur. Bu əməkdaşın da ki, özü kömrük əməkdaşı idi. Ağıllı, kamallı, yəni buradan hər bir insandan soruşa bilərsiniz, yəni onun kömrükdən soruşa bilərsiniz. Onun heç bir problemi yox idi. Ağıllı başlı işləyən bir insan idi. Olayın qısqanclıq zəminində baş verdiyinə dair məlumatlar yayılıb. Teleqrafın məlumatına görə hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Mustafayev özünə məxsus mağazanın qarşısında öldürülüb. Evdə anasının ağladığını görən oğlan bıçaq götürərək sözgedən obyektə yollanıb və orada Ayxan Mustafayevi bıçaqlayıb. Suraxanı rayon prokurorluğundan bildirdilər ki, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.